Salam hörmətli izləyicilər. Bugün sizə daha yeni bir mövzunu izah etmək qərarına gəldim. Regret ifadəsi ilə bağlı 11-lər üçün nəşr olmuş test sorğusunda bir neçə test var, hansı ki, abituriyentlər bundan bağlı çətinlik çəkirlər. Bunları izah etmək fikrindəyəm. Demək, baxırıq ilk ifadəmi. Regret bilirik ki, həm ing feili ilə, yəni gerundla, həm də to məstər hissəcikli feillər, yəni məstərlə işlənə bilir. Regret doing something, etdiyim nəyəsə görə peşmanam. Yəni mən deyirəm ki, regret talking to him angrily. Biz onunla əsəbi formada danışdığımıza peşmanıq və yaxud da I regret not studying harder. Daha səylə, daha çox çalışmadığıma peşmanam. Burada peşmansa, keçmişdən doğan bir peşmansılığı ifadə edirəm. Amma regret to do something ifadəsində isə nəyisə deməyə peşmanam. Məsələn, hansısa bir kimisə imtahan nəticəsi çıxıb və aşağıdır, onu bildirmək istəyirəm qarşı tərəfə. Təəssüf edirəm ki, sən imtahanı keçməmisən. Bu formada bir ifadəni deyiriksə, yəni keçməliydin, qarşında duran vəzifə keçmək idi, keçməmisən, bir növ gələcəyə yönlü ifadə olduğuna görə, yəni burada da biz to-lu birləşmək, yəni məstərlə və infinitivlə veririk. Regret to announce that the flight cancelled. Biz təəssüf hissi ilə bildiririk ki, təəssüflə elan edirik ki, uçuş təxirə salınıb, yəni ləğv edilir və yaxud da. I regret not to tell him about the problem. Mən ona problemlə bağlı demədiyimə, bildirmədiyimə peşmanam. Yəni, nəyisə deməyə peşmanam sanki, belə deyək də, bu formada bu ifadələrimizi verə bilirik, ifadə edə bilirik biz. Mən istərdim ki, testlər üzərində də izah edək. Testlər üzərində nəzər yetirək və 113-cü testə baxırıq. Burada I regret heard the truth earlier. Ona daha erkən həqiqəti demədiyimə görə təəssüf edirəm. Yəni, burada not telling olacaq, Y variantı. Çünki nəyisə etmədiyimə təəssüf edirəm. Y variantı olacaq. Amma 118-ci testə baxsaq, burada isə doğru cavabımız D variantı olacaq. I regret to inform you that your application has been refused. Sənə deməyimə təəssüf edirəm ki, sənin müraciətin imtina gəlib, imtina edilib, sənin application'ın rədd edilib. Burada bəli, bizim cavabımız olacaq D variantı. Çünki nəyisə dediyimə, yəni qarşı deməmişəm, təəssüf edirəm ki, deyəcəm. Sanki yenə də qarşıda duran bir işdir, qarşıda duran vəzifəmdir mənim sənə deməyim. Burada bir növ gələcəyə yönlü bir fikir ifadə olunur. Burada isə artıq hadisə bitib, onunla bağlı təəssüf keçirirəm. Yəni, bu məntiqlə yanaşlar 113 və 118-ci testlər, yəni regretlə bağlanan testlərin doğru cavabını tapmış olarıq. Çox sağ olun, minnətdarım.